Bakının qədim məhəllələri rubrikasının ilk buraxılışında bir vaxtlar mövcud olmuş tarixi Çəmbərəkənd məhəlləsindən danışacağıq. Çəmbərəkənd haqqında söhbətə başlamazdan əvvəl videonu bəyənib kanalıma abunə olsanız sizə minnətdar olaram. İndi isə qaldığımız yerdən davam edirik. Kiminin məhəllə, kiminin də kənd adlandırdığı Çəmbərəkənd İçəri şəhərin qala divarlarından kənarda, Bakı şəhərinin şərqində yerləşib. Tarixi mənbələrdə Çəmbərəkəndin 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində formalaşdığı bildirilir. Hətta bu tarixin daha qədimlərə uzandığını iddia edənlər də var. Amma 1816-cı ildə Abşerondakı yaşayış məntəqələrinin ilk siyahıya alınması sənədinə nəzər saldıqda Çəmbərəkəndin adına rast gəlmirik. Deməli, Çəmbərəkənd Bakının kəndi yox, qədim məhəllələrindən biri olub. Adın mənasında insanları yanıldan toponimin tərkibindəki kənd sözüdür ki, bu da məkan, yaşayış yeri anlamı verir. Toponim demişkən, əksər araşdırmaçılar Çəmbərəkənd sözünün çəmbər və kənd kəlmələrinin birləşməsindən yarandığını, dairəvi və ya qövsvarı kənd mənasını verdiyini bildirirlər. Çəmbər və ya çəmbərə sözü Azərbaycan dilində dairə, halqa, qövs və digər mənalarda işlədilir. Vaxtikən bu məhəllə həqiqətən də ətrafa nisbətən bir qədər yüksəklikdə olan dairəvi ərazidə yerləşib. Bu versiya Azərbaycan toponimlərinin ensiklopedik lüğətində də qeyd olunub. 1996-cı ildə nəşr edilmiş Bakı kəndləri ensiklopedik lüğətində isə qeyd edilir ki, məhəllə öz adını burada məskunlaşmış və əsasən balıq duzlamaq, neft və mazut ixrac etmək üçün çəmbərlər hazırlayan ustaların peşəsi ilə əlaqədar olaraq belə adlandırılıb. Çəmbərəkənddə eyni zamanda müxtəlif qoşqu arabaları, qazalaq və faytonlar da düzəldilirdi. Qədimdə məhəllənin əhalisi əsas məşğuliyyət kimi heyvan saxlayar, qismən də əkinlə məşğul olardı. Bundan əlavə Çəmbərəkənddəki ustalar bütün Bakıda adla sanla tanınardı. İçəri şəhər və Dağlı məhəlləsinin əhatəsində yerləşən Çəmbərəkənd məhəlləsinin adı Sovet hakimiyyəti illərində dəyişdirilərək Lermontov küçəsi kimi adlandırılıb. Çəmbərəkənd məhəlləsində tarixən 2 məscid olub. Lakin qədim məhəllə kimi bu məscidlər də dövrümüzə qədər gəlib çatmayıb. Qədim Çəmbərəkənd qəbristanlığı da bu məscidlərdən bir qədər aralıda yerləşib. Lakin 20-ci əsrin 30-cu illərində Çəmbərəkənd qəbristanlığı Sovet rejiminin tələbi ilə tam söküldü və onun yerində Sergey Kirov adına park salındı. 1931-ci ildə parkın layihəsi memar Lev İlyinə tapşırıldı. 1939-cu ildə isə qəbristanlıq tamamilə söküldü. Daha sonra yeni parkın ərazisində Sergey Kirovun abidəsi ucaldıldı. Sonrakı dövrdə bu ərazidə Bakı Funikuyoru, Yaşıl Teatr, Gülüstan Sarayı və digər yaşayış binaları tikildi. Beləliklə memarlıq tələblərinə uyğun gəlməmə bəhanəsi ilə Çəmbərəkənd məhəlləsi tamamilə məhv edildi və onun yerində hündür mərtəbəli yaşayış binaları inşa olundu. Çəmbərəkəndin yerli əhalisi isə Bakının müxtəlif yerlərinə köçmək məcburiyyətində qaldı. Bugün tarixi Çəmbərəkənd məhəlləsi mövcud olmasa da, bakılılar onu hər zaman xatırlayır, yaddaşlarının ən dərin qatlarında qoruyub saxlayırlar. Ümid edirəm Çəmbərəkənd məhəlləsi haqqında hazırladığım bu videoçarx xoşunuza gəldi. Əgər belə araşdırmaları davamlı şəkildə izləmək istəyirsinizsə, videonu bəyənib kanalıma abunə olmağı unutmayın. Sona qədər izlədiyinizə görə minnətdaram.